Herkese sağlam kanalıma hoş gelmişsiniz. Benim adım Mədnədir. Bugün sizlere imtihana sadece bir neçə gün qala, bir günüm necə keçir onu göstermek için vlog çəkirəm. Yani imtihandan önce həqiqətən də bunu editleyip paylaşmaya çalışacağım ki, birinci son olaraq da bu vlogu baxsınlar, sonra imtihana getsinlər. Önceki videomda da qeyd etmişdim. Mən birinci sonayım, 9 Mart imtihanımdır və hazırda imtihana 3 gün qalıb demək olar. 3 gün yoksa ki. Neyse 3-2 gün arası bir şey qalıb və indi saat 10'dur. Online dersim əslində olmalıdır 10:30-da. Amma ki, bilmirəm, uşaqlar yazdılar ki, başqa dərslər var. Bəlkə müəllim onu təxir saldı saat 7-yə. Yenə də axşam bir dənə də Rezit online dərsim var. Bir dənə də özümün dəstəkləyəcəyi qrup var yenə. Keçən dəfə qrup. Həmişə onların gününə düşürüm vlog çəkdiyim günlər. Dünən çox geç saata kimi dərs eləmişdim deyə, hələ ki, yəni indi ancaq oyanmışam. Amma indi gedib özümə kofe götürəcəm, yemək hazırlayacağım. Gələcəm burada dərs eləyə yeməyə başlayacağım. Amma bugündən etibarən üzümdə səhvlərdən çoxaldığı üçün daha az şirniyyat yeməyə çalışacağım deyirəm. Baxın, yeyəcəm deyə bilmirəm. Çünki həqiqətən də şirniyyat, xüsusən də şokolad bağımlısıdır insanın. Yəni hara baxsanız, şkafımı açsam bir dəqiqə, şokoladlar var, stolumun üstündə hazır şokoladlara baxıram, çantalarımın hamısında şokolad olur. Yəni həqiqətən də artıq bir asıllıq halına gəlib illərdir belədir. Yəni 16 yaşım 16 ildir belədir. Ona görə biraz azaltmağa çalışacağım. Çünki yüzümdəki səpkilər nədəndir bilmirəm. Bəlkə şirniyyatdan da dedilər. Ona görə şirniyyatdan kəsməyə çalışacağım. Deməli, bugünkü səhər yeməyimi göstərirəm. Böyle ne oldu? Kefir deyilsin Azərbaycan dilində, amma əmin deyiləm. Elə bir şey. Daha sonra su, ama chia toxumlu. Günlərdir chia toxumlu su içirəm ki, üzü bəzən təmizləyir deyirlər və həqiqətən də insanların xoşuna gəlmir. Amma mən bu chia'nı yemək çox xoşuma gəlir niyəsə, yəni səbəbsizcə bir şəkildə sevirəm, belə deyim. Burada da çərəzlərimiz var ki, dərs zamanı atışdırım. Normalde mənim səhər yeməyim boldu və kofedir. Sadəcə kofe, yəni amerikan içmək istəmirəm, sevmirəm. Acı kofe sevirəm, amma amerikan heç cür içə bilmirəm. Bəzən içirəm, amma çox az. Neysə, və yəni şəkəri də kəsdiyim üçün kofedə içmək istəmədim və bol da düzəldirəm normalda. Sadəcə indi evdə yoğurtumuz yox imiş. Ona görə düzəldə bilmədim. Həmişə bola nə qoyuram? Yoğurt qoyuram. Yulaf əzməsi, amma bişirilən deyil. Nədir onun adı? Belə Gerkris kimi bir şeydi, amma bişirilməyən formasını qoyuram. Daha sonra fıstıq əzməsi qoyuram, bəzən şokolad qoyuram və meyvələr qoyuram. Mavigilə qoyuram, banan qoyuram. Daha sonra nə qoyuram? Bəzən bal qoyuram və çərəz qoyuram. Bu qədər. Normalde həftənin 7 gününü, 6 gününü ondan yeyirəm bu arada. Neysə, indi təxminən 5-6 dəqiqəyə dərsim var Azərbaycan dili. Müəllim evə sınaq göndərmişdi, sınaq işləmişəm, onu bir yerdə yoxlayıb müzakirə edəcəyik. Daha sonra isə əlavələrlə məşğul olacağım, yəni əlavə tapşırıq edəcəm və bizim də artıq hər gün Rezitdən online dərsimiz olur. Dünən nə elədik Rezit online dərsində? Biz müəllimə suallar atmışdıq şəxsdə, müəllim onlara cavab verdi. Bir də əlavə ilə 2 dənə mövzunu izah elədi, yəni təkrar olaraq. İzah elədiyi mövzu 4 bucaqların ehtimal idi. Onu buraxılış PDF-i var, oradan işləməyi dedi. Bir də yenə əlavələr işləyəcəyik. Orada məsələn suallarımız varsa müəllimə göndəririk ki, onları dərs müddətində izah eləsin. Azərbaycan dili dərsim bitdi və indi sizə son günlərdə aldığım şeyləri göstərmək istəyirəm. Yəni ondan sonra da dərs eləməyə keçərik, ev yox, bunları göstərim. Sizə bilirəm ki, demişdim ki, Parisdən aldıqlarımda video çəkəcəm, amma çəkmədim. Çəkmədim çünki gələn kimi hər şeyi açıb istifadə etməyə başladım. Ondan sonra dedim, neysə, vaxt yoxdur falan, çəkmədim. Neysə, indi sizə son günlərdə aldığım şeyləri göstərmək istəyirəm. Bunu daha doğrusu anam aldı dünən İstanbuldan. Charlotte Tilbury'nin maskarası. Bilirsiniz necə durur? Mən normalde maskaranı yəni çox vurmağı sevən birisi deyiləm. Və yəni hazırda vurmuşam, belə bir dəfə çəkmişəm. Sadəcə bitdi. Mən bir dəfə çəkəndə belə durur. Məsələn, həm qaldırır, həm də ki, həcmini göstərir. Bilmirəm, çox da başım çıxan bir şey deyil, amma yəni sevdim. Bir daha alaram mı? Alaram məncə yəni. Hələ ki, mən bundan bir gün istifadə edirəm. Daha sonra burada Estee Lauder'ın foundationu var. Normalde foundation istifadə eləmirdim. Amma burada artıq gördüyünüz kimi almışam və istifadə etməyə başlayacağım. Yəni normalde üzümə belə full makyaj eləyən bir insan deyiləm. Amma hərdən istifadə eləyərəm deyə aldım. Hətta bəzən lazım olur harasa gedəndə falan. Daha sonra burada da yenə bir dənə Estee Lauder'ın neyi var? Kapatçısı, concealer var.
Concealer istifadə eləyə bilsəm 1 il falan istifadə edirəm və yəni Isladur'da əvvəl anında var idi, görmüşdüm, bəyənmişdim. Ona görə aldım. Sadəcə tonunu mənim rəngimdən çox açıq almışam. Yəni normalda məsələn mənim əvvəl istifadə etdiyim bu Dior idi. Məsələn baxın 2CR-dır burada da. Bu aldığım 1C-dir və yəni çox açıq durur. Yəni bunu mən yayda ümumiyyətlə istifadə etməyəcəm. Nə rəng fərqinə baxın. Yəni ki, və anam bilir ki, bu yaşın görür. Bəzən məsələn görürəm, qızlar necə vururlar, gözün altına vururlar və axşam üstücə gözlərin altı elə bir mələklər deyəm. Yəni o dərəcə ağır görünür. Amma mən o görüntü heç sevən bir insan deyiləm. Bunu da necə istifadə edəcəm bilmirəm. Həqiqətən çox üzüldüm yəni evə gəlib bunun rəngini görəndə. Amma elə biləcək bir şeyim yoxdur ki, anam onda bacım o qədər tərifləyir ki, bacım da özünə 2C alıb. Yəni sizə hətta Parisdən aldığım bir neçə şeyi göstərə bilərəm indi. Burada Fenty Beauty'nin belə neydi bunun adı? Bu neydi? Hə, primer. Burada Fenty Beauty'nin belə bir primeri var. Bu da ilk primerimdir. Primerini istifadə eləmirdim. Amma bunu yəni istifadə eləmişəm. Burada biraz gördüyünüz gibi bizlərlə son Parisdə istifadə eləmişəm. Çox istifadə eləmirəm. Yəni fondöten vurmadığım üçün primerə ehtiyac qalmır. Amma yəni bəyəndim belə, həqiqətən çox gözəl durur üzümdə makyaj. Daha sonra Sephora'nın belə Mega Mix paleti var. Bu göz far eyeshadowlandı. Bu da ilk eyeshadowumdur dostlar. Bu belədir rəngləri. Burada da aynası var və məsələn burada pis necədir? Sephora'da belə balaca satırlar. Minik qablar. O qablar alıb bunu dəyişə bilirsiniz. Baxın, məsələn buradan çıxır. Bitdi tutaq ki, ya da başqa bir yer yapacaqsınızsa bunu dəyişib başqa qab vura bilirsiniz yerinə. Balaca yəni qablardan ala bilirsiniz. Daha sonra Clinique'in belə bir moisturizer kremini almışam. Bunu mən ilk dəfə 2024-də istifadə etmişdim və həqiqətən üzümə ən düşən krem budur. Mənim normalda dərim çox qurudur. Yəni əlim, başım, ayağım, üzüm, bütün dəri quru olan bir insanam. Yəni nə qədər su içirəm, yəni də xeyri yoxdur. Və bu krem həqiqətən mənim üzümü çox gözəl nəmləndirir. Əgər krem axtarırsınızsa, mütləq məsləhət görürəm. Göstərim Clinique'in bu quru dərilər üçün kremdir. Yenə Sephora'dan belə fırça dəsti almışdım. Bunun qabı da var idi, amma qabı aşağıda, yəni göstərməyim, açıb istifadə eləmişəm dediyim kimi. Belə içində var. 5-8 dənə fırçası var idi. Bu adı yadımdan çıxdı. Ağ vururlar elə belə. Neyse de bildiniz de nədir, powder. Daha sonra bu far vurmaq üçündür. Bu allıq və bronzer vurmaq üçündür. Bu nə üçündür bilmirəm. Bunu mən highlighter istifadə edirəm. Çünki içində ayrı highlighter çubuğu çıxmadı. Fırçası çıxmadı. Mən də highlighter fırçamı atmışdım bunu alan kimi. Məcbur highlighter bundan vururam, təsəvvür edin ki. Daha sonra burada yenə bir göz makyajı üçün şey var. Qara məsələn xətti yayan. Daha sonra concealer üçün fırça var. Daha sonra da bu nədir? Foundation üçün. Bu da qaş düzəltmək üçün fırçamızdır. Hələ ki bitmədi. Sonra Dior'un burada lip glossu var. Bu lip glossdur, amma həqiqətən bunu uzun zamandır istəyirdim və rəngi çox xoşuma gəlir. Belə cherry cola kimi bir rəngi var. Bir də məndə Dior'un Forever Liquid var idi. Bu 100. Məsələn, dodamdakı hazırda 100'dür. Bunu vururam, sonra üstüne bunu vururam. Çox gözəldir. Bu matdır, bu da yəni gloss kimi durur. Buna görə çox gözəl görünür. Ondan əlavə bir dənə də belə parfüm almışdım. Bunun qoxusunu həqiqətən çox sevirəm. Markanın adı həmişə yadımdan çıxır. Nə marka idi yadımdan çıxır, amma yəni çox məşhur bir şeydir, milli sansıdır bu. Çox sevirəm. Şirin bir qoxusu var və qalıcıdır. Ona görə bəyənirəm. Daha sonra bunu da anam dünən alıb, İstanbuldan gələndə Duty-Free'dən alıb. Burada Sol de Janeiro'nun bir seti var. Bu shower gel, body gel deyil. Ne başa düşdünüz arkadaşlar? Bunların Azərbaycan adlarını həqiqətən hardan bilim mən. Daha sonra belə bir kremimiz var. Bir dənə də minik bir body mist var. Həqiqətən çox balacasıdır. Bizdə bir dənə böyüyü var idi. 52 idi səhv eləmirəmsə, bu 62-dir. 59 da belə yadımdan çıxdı. Bir dənə də belə bir kitab aldı anam mənə. Bu kitabı həqiqətən çox uzun zamandır ki oxumaq istəyirdim. Yəni TBR-ımda var idi. Aldım ki imtahandan sonra oxuyum. Neçə səhifədir bilirsiniz? 630 falan səhifədir. 625 gördüm axırlarda. Yəni amma çox təriflənən kitabdır. Çox tez-tez görürdüm. Ona görə də oxumaq istəyirəm. Sadəcə bir imtahanı verim ki, oturub oxuya bilim həqiqətən, bitsin bu kitab. İndi seçməli olduğum bir neçə vitamin için. Təbii ki, daha burada deyil. Burada bir D vitaminimiz var. Burada magnezyumdur. Burada isə dəmir, ferium. Amma necə deyim bunu? Dəmir glisin sülfat kompleksi, folik asid, vitamin B12. Bunu içəcəyik. Bu yuxu üçünmüş. Bu yəni başqa cələməz. Məndə zaten dəmir azlığı var. Ona görə də qan azlığı da var. Bu da yəni D vitamini saçım falan tökülür. Ona görə içmək məcburiyyətindəyim. Saçımı yığdım. O qədər dərsim var ki, həqiqətən hazırda hardan başlayacağımı
bilmirəm. Öncə Azərbaycandan başlamaq istəyirəm. Çünki bayaq dərsdə gözüm qorxdu. Dərsdə burada çəkə bilmədim çünki iPad-ın tapşırığımı yoxlayırdım. Telefonda da müəllimin dərsi qoymuşdum və hələ ki kamera almamışam dostlar. Yəni kameram var. Professional kameram da var. Sadəcə çəkiliş, yəni foto çəkiliş üçün daha uyğundur və bir də 2 dənə digital kameram var. Onlar da ki, yəni digitaldır da. Köhnə çəkir, retro çəkiliş eləyir, yəni belə deyim. Ona görə uyğun deyil. Bu yaxınlarda kamera almaq istəyirəm. Belə YouTuberlərdə falan görmüsünüz, belə fırlanan kamerası var. Bir də effektlər falan dəyişmir. O kamera həqiqətən çox almaq istəyirəm. Hazırda hədəfimi qoymuşam onu. Alacağım dostlar. Bir gün kameraya çəkəcəm. Bir də nəyə görə? Çünki kameraya çəkəndə yaddaşa köçürəcəm onu flash kartda da. Belə telefonda yerdə olmayacaq. Çünki telefona köçür, telefonla editləyirəm məcburda telefona çəkdiyim üçün. Məsələn, iPad-də editləmək mənim üçün daha rahat olar ya da Mac-də editləmək mənim üçün daha rahat olar. Amma o boyda videomda bura göndərmək istəmirəm. Ona görə belə çox narahatçılıqlar olur. Amma əgər kameraya çəkib flash kartda yükləsəm mənim üçün çox daha rahat olacaq deyə düşünürəm. Nəysə, çox danışmadan Azərbaycanla ev tapşırığımızı eləməyə keçək. Azərbaycanla müəllim nə verir? Açaq qrupumuzu. Deməli 90 dənə qrammatika 1-dir, səhv eləmirəmsə. Nəsə elə bir şeydir, dərslərdən baxaq. Testlərdir. Bu testlər hardan tapılıb bilmirəm. Nəyə aiddir bilmirəm. Tamam, burada elə bir 49 dənə test 1-dir. 49 dənə 2021-2025-ci illərin testləriymiş. Nəsə BG OTK deyə buraxılışdı. Deməli 49 dənəsi bir yerdədir. Daha sonra bir dənə sınağımız var. 11-ci sinif sınaqdır. Mətnləri müəllim dedi ki, işləməyin. Sonra bir dənə daha sınaqdır. Yəni bunlar hansı sınaqlarda olan testlərdir, işləməmişik hələ ki. Onları işləmək lazımdır. Tamam, problem deyil. Zaten deyil, işləyərik, çatdırarıq. Daha sonra da riyaziyyatdan ehtimalın və dördbucaqlıların testlərini işləyəcəm və mən bunu 9-cu sinif videomda demişdim bir dəfə məsləhət videomda ki, bunu eləməyi sevirdim. Məsələn, müəllim ev tapşırığı çox verəndə eləyəsim gəlmir. İndi mən sizə izah edirəm niyə. Mən bu yaxınlarda ehtimal üzərinə bir videoya baxmışdım. YouTube'da bir müəllim idi. 4 saatlıq video idi. Səhv etmirəmsə. 4 saatlıq olan başqa bir video idi, səhv elədim. 2 saata yaxın bir video idi və müəllim o qədər yaxşı izah edirdi. Həqiqətən məsləhət görürəm. Öz müəllimi də çox sevirəm bu öz yerində. Sadəcə əlavə vaxtım olanda, yəni digər müəllimlərin də izahlarına baxıram. Yəni çox bilmək problem deyil. Ona baxırdım və daha sonra da ehtimala o qədər tez işlədim ki, müəllim indi də bizə dünən ehtimalı izah etdi. Yəni təbii ki, mənim istəməyə getməyəcək ki, digər uşaqlar izah istəyir də. Və müəllim ehtimal tapşırığı verdi. Mən hazırda ehtimaldan biraz soymuşam, başa düşürsünüz. Çünki o qədər işləmişəm ki, artıq bilmədiyim bir sual tipi də yoxdur deyə düşünürəm. Müəllim şəkil olaraq atıb. Bir yüklüyüm, iPad-də işləyim. iPad-də işləmək bilirsiniz niyə daha rahat gəlir? Çünki fikir verdim ki, belə telefondan baxıb dəftərə yazanda mənim üçün daha çətin olur. Yəni daha çox səhv eləyə bilirəm. Çünki bilirsiniz, baxıram burdan hər yazıram, düzgünü yanlış seçirəm, yanlışı düzgün seçirəm. Amma imtahanda bizə onsuz da əlimizin altında kağız olacaq. Mən də iPad-i əlimin altına qoyub, yəni bu şəkildə çıxardım təbii ki. Belə işləyirəm, daha çox dəftərdə işləyirəmmiş kimi olur. Ona görə mənə daha rahat olur və fikir verdim ki, həqiqətən elə işləyəndə səhvim daha az çıxır. Telefondan baxıb işləyəndə daha çox səhv edirəm. Azərbaycanla müəllimimiz məndən 100 gözləyir. 9-cu sinifdə 95-ə yaxın bal almışdım və yeganə səhvim mətndə bir dənə açıq sual idi. Mətn işləməyi heç sevmirdim də. Amma bu SAT, IELTS, TOEFL hazırlaşandan sonra o qədər mətn işlədim ki, yəni bilirsinizcə tam ingilis dilində ola bilər, amma mətn işləmək bir bacarıqdır həqiqətən. Oradakı əsas məqamları görməyi, seçə bilmək bir bacarıqdır və hansı dildə işləyirsiniz, işləyin, mətn işləmək bacarığınızı, yəni inkişaf etdirə bilirsiniz rahatlıqla. Mən yəni fikir verdim ki, SAT-dən, IELTS-dən qayıdandan sonra həqiqətən daha rahat mətn işləməyə başladım. İndi daha rahat işləyirəm, amma səhv etmək həqiqətən istəmirəm. Bir də qrammatikadan da səhv etmək istəmirəm. Çünki qrammatikam əslində yaxşıdır. Səhv etdiyim yeganə mövzu tabeli, tabelsiz mürəkkəb cümlədir. Onların tərəflərini falan seçməkdir. Hətta müəllimə də xahiş elədim ki, məndən yenə izah etsin o mövzunu. İzah elədi və mən o mövzunu yenə işlədim bayaq. Mövzun deyil. Bir dənə sual verdi sınaqda, səhv yazdım. Yəni etmək istəmirəm həqiqətən. Çünki yəni bilirsinizcə Azərbaycanda 100 olmaq potensialım var. Sadəcə o potensialı qorumaq lazımdır və istifadə etmək, görmək lazımdır. Ümid edirəm ki, hər şey çox yaxşı olar. Tamam, mən indi bu sınaqlarımı yüklədim. Bir-bir işləməyə başlayıram.
So what's up and out together? All the nights we got together. She must come and dance together. I'm not gonna leave her. So what's up and out there? I shall try to love her. And I hope this year together, all the nights will be together. Oh my love, can't you see yourself on my side? No surprise, we're partners, darling, every night. Oh my love, can't you see yourself on my mind? Don't surprise, you can't convince your lover, change his mind. So let's go.
biraz ürəyim fərahlasın istəyirəm. Riyaziyyat ürəyimi nə qədər fərahlada bilərsə artıq biraz riyaziyyat eləməyə keçirim indi. Bu testləri artıq bitirdim. İndi gedək digər testimizdə bax. Bu PDF deyil məncə, bu deyil. Budur. Ehtimal tapdım, elə buradan işləməyə başlayayım, ondan sonra da dırpacaqlara keçim.
hazırda dərs oxumaqdan beynim daha az işləyirmiş kimi hiss edirəm. Yəni normalda məsələn dərs oxuyanda beyninizin işlədiyini hiss edirsiniz və bu sizi yaxşı hiss etdirir. Yalnız mən indi beynim artıq işləmirmiş kimi hiss edirəm. Çünki artıq gördüm ki, misallar yetmir. İndi mətbəxə gəldim ki, özümə salat hazırlayım. İhtimalı sonunda bitirdim. İndi isə 4 bucaqlar işləməyə keçirik. Dedim ki, çay içməyəcəm, şəkər yeməyəcəm. Burada çayımı götürdüm. İndi bir neçə dəqiqəlik bir şeyə baxaraq biraz istirahət eləmək istəyirəm. İndi isə qaydaları təkrar eləməyə keçirik. Mən həmişə belə imtahandan qabaq belə kağızlar yazıram. Bunları bu deyil, bu da deyil. Burada sadəcə bir neçə sual tipi var. Məsələn, belə kağızlar yazmışam gördüyünüz kimi. İndi sizə onlarda nə yazılı olduğunu göstərəcəm. Məsələn, bu riyaziyyat fənni üzrədir. 2 üzlü belə vərəqdə gördüyünüz kimi. Məsələn, burada nə var? Üstdə loqaritmanın əsas, yəni istifadə olunan xəstələri var. Daha sonra limitin qısa xəstələri var. Sonra permutasiya, kombinezon, burada trigonometri və dərəcələrin qiymətləridir. Burada bir dənə konus, silindir və kürəyə aid şeylər var. Burada sonra yenə trigonometrik dərəcələrin qiymətləridir. Burada çox bucaqlara aid bir neçə düstur var. Qabarıq en bucaqlının bir təpədən çıxan diaqonal sayı olsun, onların dərəcələrinin bucaqlarının cəmi olsun. Daha sonra kompleks ədədinin tərsi necə tapılır falan yazmışam. Sonra digər hissəyə keçirik. Digər hissədə yenə çox ədədinin dərəcəsi necə tapılır birdən yadımdan çıxarıyor. Əvvəlki aid qısa qaydalar var. Yenə kompleks ədədlərlə bağlı bir qayda, ədədi silsilənin və həndəsi silsilənin düsturları var. Bu birinci vərəqimizdir. Gördüyünüz kimi qısa bir şəkildə yazıram, amma bunları məsələn imtahanda belə düşəndə 9-da bunu eləmişdim. 2 dəfə 9 eləmişdim. Ondan sonra eləməyə başladım digər imtahanlarında. İmtahana düşəndə direkt mənim yadıma gəlir ki, hə tamam, burada belə bir yer yazmışdım da. Hətta yəni hər mövzudan bir şey vardı burada. Daha sonra bu da ikinci vərəqimizdir. Bunu uzun zaman öncə yazmışdım. Ona görə burası biraz cırılıb. Bir də belə vərəq yazan daha çox xoşuma gəlir. A4-də falan yaza bilmirəm. Yəni sərgiyə sonunda deyən sanki riyaziyyat dəftəriymiş kimi bir hiss verir. Sanki qısdan qeyd götürmüşəm kimi bir hiss verir. Yəni beynimə elə bir siqnal gedir. Böyük ihtimal psixoloji bir şeydir, onu beynimdə yaratmışam, amma problem deyil. Belə də davam edə bilərik. Burada çevrənin əsas belə xassələri var. Daha sonra trapesiyanın və paraleloqram, yəni dörd bucaqların əsas xassələri var. Digər tərəfdə saat və əqrəb, dəqiqənin əqrəblərini və s. Və burada da üç bucağın əsas düsturlarıdır. Və burada da çevrənin daxilinə çəkilmiş çox bucaqlının düsturlarıdır. Sonra bu da var. Burada isə sırf həndəsədir. Burada yenə gördüyünüz kimi müxtəlif tərəfli bucaqları var. Paraleloqram, romb, düz bucaqlımız var. Trapesiyanın əsas düsturları var. Daha sonra isə bir neçə dənə də nə var burada? Yenə bunlar düstur falandır. Bunlar da qoyarıq qırğa. Bu da Azərbaycan dili üçün yazdığım yeganə vərəqdir. Azərbaycan yəni çox da şeylər yadımdan çıxmır. Düstur falan çox deyil. Sadəcə unudulmaması gerəkən məqamlar yazmışam. Məsələn, sifətlərin yazışı hərdən yadımdan çıxır. Onu yazmışam. Sayılardan hansılar, məsələn, numerik sözlərdən hansılar nə fərqləri var, kəmiyyət fərqi yaradanlar, o bundan sonra nə vaxt vergi qoyulur, təyin əvəzlər hansılar həmişə yadımdan çıxır, onları yazmışam. Sonra yekun sözlərdə, yekunlaşdırıcı sözlərdə, ümumləşdirici sözlərdə vergülün işlənmə qaydası, durğu işarələrinin işlənmə qaydası vasitələr vasitəsilikdə. Sonra ən unutduğum, ümid edirəm ki, bunda səhv eləmirəm, tabeli və tabelisiz mürəkkəb cümlələri necə aydınlıyorlar, baş hansıdır, budaq cümlə hansıdır, onlardır. Bir neçə sözün yazılış qaydasıdır. Digər tərəfdə gördüyünüz kimi çox hissəsi boşdur. Fe'li xəbər hansıdır, ismi xəbər hansıydı, samit qoşallığı və karcın getiri samit cütlüyün arasındakı fərqi qeyd eləmişəm. Bu kiçik fərqlərdə isə bir neçə dənə sualdır. Burada trigonometriyə aid bir neçə düsturda yazmışam. Bunlar çox önəmli deyil. Sadəcə buradakı 2 sualı əzbərləyəcəm. Bir də mən bunu bilmirəm, vlogumda demişdim yoxsa yox, bilmirəm, indi çalışacağım ki, bunu qısa zamanda editləyim ki, ikinci zamanlarda bu videoya baxıb mənim məsləhətlərimdə yararlansınlar. Bir də 9-cu siniflər zaten yararlanacaq, ona problem deyil. Nə deyirdim? Mən il başlayanda telefonumda belə bir albom yaratmışdım, qaleriya proqramında. Orada nə qeyd eləmişdim? Tutaq ki, müəllim dərs izləyərkən hansısa sual düşdüm ki, bu yaxşıdır, mənim yadımdan çıxa bilər. Onun şəklini çəkirdim və ya onlayn dərsə screenshot alırdım və ya özümə evdə test işləyirdim, sonra şəklini çəkirdim və həmin o alboma o şəkilləri yüklüyordum ki, imtahana az qalmış müddətdə mən onlara yenidən baxım və necə həll edirdik, onları yenidən yadıma salım ki, imtahana çətinlik olmasına görə suallarla qarşılaşırsam. İsə bu vərəqlərimizi oxumaq keçib bilərik. Azərbaycan testi təkrarlamışam, ona görə bu vərəqlə başlayacağım. Ən çox sevdiyim vərəq budur. Bundan başlayaq. Düsturları heç çaşmadan deyənə qədər oxuyacağım.
çiçətdəki dərsimə qoşulacağam. Dərsi açdım və şagirdlərin qoşulmamı gözləyirəm. Hər videoda deyirəm, bu videoda da demədən keçməyim. Çiçətdə dərslər keçirik, danışıq dərslərdə indi yenə mən sizə icazə verəcəm ki, yəni video çəkəcəm ki, siz də dərs gedişatını görə biləsiniz, necə dərslərə keçirik görə biləsiniz. Bu dəfəki danışıq dərsi həmişə sizə göstərdiyim qrupumdan dərsim var. Danışıq dərslərində əsas məqsədimiz, yəni ingilis dilində qrammatikaya, oxuya, yazıya, lüğətə deyil. Təbii ki, bunlar da paraleldə aparır. Sadəcə əsas məsələ şagirdlərin danışığını inkişaf etdirməkdir. Bəzən çünki tələbələr, daha doğrusu Azərbaycan demək olar ki, bütün tələbələr lüğətləri bilirlər, dilində gedib %100 yazırlar, amma danışıq yəni yoxdur, heç cür danışa bilmirlər. Biz də problemi aradan qaldırmaq adına ilk dəfə sırf danışıq kursu olaraq fəaliyyət göstərməyə başlamışdıq. Təbii ki, indi artıq başqa danışıq kursları da yaranıb, amma yəni sırf danışıq olan kurs ilk dəfə bizimki idi. Bundan əlavə hazırda kursumuzda IELTS dərsləri də var, sırf danışıq olmayan, bütün ingilis dilini hər tərəfli əsaslanan dərslərimiz də var və şagirdlərin bir qoşulmaq istəyir. Və din dərslərimiz də var. Qoşula bilərsiniz. Hi, teacher. How are you? Hello, I'm well, you? Thanks, I'm also. Belə. Ətraflı məlumat üçün nə haqqında məlumat istəyirsinizsə, yenə mən açıqlama hissəsində sizə Instagram səhifəsini və WhatsApp nömrəsini qeyd eləmiş olacağam. Ora yazıb əlaqə saxlaya bilərsiniz, məlumat ala bilərsiniz. Oxygen, and homes will need to be airtight and provide oxygen for people to breathe. In addition, the temperature on Mars is very cold. As a result, homes will need strong heating systems. Okay, look, a breath or to breathe. This breath can be both a noun and a verb. Okay, when it's a verb, you say to breathe. Breathe, okay? But when you want to mention the noun one, not the verb, you say a breath. Take a breath, okay? Not take a breathe. Understood? Yes. And also the correct pronunciation is items. I guess you said like no, I don't know what you said. I don't remember that, but it was different. Okay, items. Okay. Okay, and Aisu, what's your opinion? How do you think? And etc. But I think You look at a building, you kind of feel overwhelmed or depressed, or just like you experience really negative and hard feelings. So should architects be held responsible for that reason if it happens quite frequently? Dostlar, bu dərsdə bitdi. İndi isə bayaq yanınızdadırsa riyaziyyatdan yarım qoymuşdum tapşırığı. Qaydaları oxudum, bitirdim. Sonra bir çiçətin dərsini keçdik. İndi bunu da bitirim. Sonra Azərbaycan səhv eləmirəmsə 20 sualım falan qalıb, çox bir şey deyil. Onları da bitirim. Daha sonra artıq yatırıq. Sabah məktəbə gedirəm. Dostlar, artıq bütün dərslərimi bitirdim və yavaş-yavaş hazırlaşıb məktəb çantamı yığıram ki, sabah məktəbə gedim. Videonu bura qədər izlədiyiniz üçün çox sağ olun. Əgər videomu bəyəndinizsə, məni digər sosial şəbəkələrindən də izləməyi unutmayın. Bütün sosial şəbəkələrimin linkləri və adları açıqlama bölməsində qeyd olunmuş olacaq. Digər videolarda görüşəndə sizə imtahanda çox uğurlar arzulayıram. Ümid edirəm ki, hamının imtahanı istədiyi kimi keçər. Sağ olun.